Gafur. Sen bana milyonlarla kıymet olan notebook'u verdin. Ben de sana kızımın asıl katilini. Siz məni heç vaxt düzgün qiymətləndirmədiniz. Çınar. Ömür! Ey! Otur. Yaralandın. Ya yaxşıyam, narahat olma. Yaxşısan? Çınar, gəlim yanına. Hara gəlirsən? Bir şey fikirləşəcəm mi? Güzgün var? Hə, fen də var. Mən ciddiyəm. Hə, var. Uğurlu güzgüdür. Bax, sınsa 7 il uğursuzluq gətirər. Çox uğurlu dəqiqələr yaşayırıq. Ver mənə. Neynirsən? Hara gəlirsən? At mənə, at. Gafur! Sen heç vaxt qaydalara uyğun hərəkət eləmədin. Mən səni evimin içi bilirdim, Ne kadar pula satıldın? Bu pul söhbəti deyil. At söhbətidir. Başa düşərsən. Uşağın günahı neydi? Kızımın günahı neydi?
O gece kızın yok, sen ölmeliydin. Ama ne gizledim? Sen həmişə qısqanmışam, birinci olmaq istəmişəm. Bir dənə görsən orada. Neydi uşağın günahı? Neydi? Salam. Məni müəllimlə görüşdür. Müdür ölüb. Məni onun yerinə təyin eləsin. Canla başla qulluq eləyəcəm ona. Yaxşı, söndürmə. Deməli beləm. Bir notebook var. Tam ciddiyəm. Bir notebook var. Notebookda şantaj olunası adamların materialları var. Söhbət milyonlardan gedir. Yaxşı. Al uğurlu güzgü, kırılmayıp. Qafur sənin qızını öldürüb. Bu qədər illər ərzində sənin üzünə necə baxıb? Həmişə sənin yanında olub. Bəs nə üçün bu qədər illər ərzində səni öldürməyib? Çünkü görürdü ki ölü için bir şeyim. Hem de benim ölməyim, ya sağ qalmağım onun qərarını Qafur verə bilməz. Müdür verə bilər. Bəs o sənin qayıtmağını niyə istəyirdi? O istəmirdi. O kimdi ki istəsin. Müdür istəyirdi çünkü bilirdi ki məndən yaxşısını tapa bilməyəcək. Qafur elə ilk sifarişdə hər şeyi bərbad eləyəcəkdi. Sən ona verəcəkdin? Müdür için müqəddəs bir şey var. Pul və zaman. Nə oldu? Dayoqla. İçeri giripler. Çok şükür. Nə şükür. Day oğlunu öldürüblər. Sən şükür edirsən. Bunda ölen sıfat var. Bak hardan bildin? Hardan bildin ki ölmemiş? Ay Nefesimi de Allah. 12 saniyeden çok saklayamam. Ay Allah. Bu tez-tez belə eləyir. 10. dəfədir. Hani bizimkiler? İçeride. Oğlum, şükür sağ salamatsan. Senem.
Getmək lazımdır buradan. Bura artıq təhlükəlidir. Qalmaq olmaz. Yaxşı. Deməli Qafur imişən. İllərdir evimiz bildiyimiz adam hə. Biz illərdir onu evimizin içi bilirdik. Və bu olanlardan sonra nə qədər evimizə gəlib gedib. Bizim yüzümüze bakıp ecnab. Axı mənim kızımdan o nəyiz? O uşağı vurmaq istəməyib. Məni öldürmək istəyib. Ayağın güllənin qabağına keçib. İndi belə mən Qafuru günahkar bilmirəm. Bir günahkar var. O da sənsən. Mən sənə neçə dəfə dedim. Bu işdən uzaq dur, ayrıl. Uzaqlaş, amma mənə qulaq asmadı. Bizə sahib çıxmaq istədin. Ərimi öldürəndən sonra bizə sahib çıxmaq istədin. Qızıma sahib çıxmaq istədin. Mənə sahib çıxmaq istədin. Vicdanın rahat olmadığı üçün sahib çıxmaq istədin. Amma sahib çıxa bilmədin. Bize elə söz verirdin, sizi belə qoruyacağım, elə qoruyacağım. Nə oldu? Kızım qoruyabildin? Qoruyabildin bizi? Yox. Kızım hardadır hə mənim? Hardadır? Koruyabilmedin. Kızım benim indi yanımda olmalıydı. Bir günahkar var, o da sensen. Hiç olmasa yegane təsəllim o idi ki. Kızım atasızlığını hiss eləmir. Ama sen bizi koruyabilmedin Çınar. Kızımın ölümünde bir günahkar var. O da sensen, Gafur değil. O güllek kaş sene değeydi. Kararımı vermişim.
Gedeceğim buralardan. Adamın yanına. Ne yaxşısı budur. Sen de hayatını kur. Onsuz da olan oldu. Hiç ne değişmeyecek. Ömür. Ömür yaxşı qızdı. Onun qədrini bil. Onun da həyatını mənim kimi uç eləmə. Onun da atasını öldürmüsən. Hiç olmazsa onun qədrini bil. Həyatını puç eləmə. Bax gör qız səni necə bağladı. Sənin yanından əl çəkmir. Çınar. İntiqam almaq yaxşı şey deyil. Unutmaq ən yaxşısıdır. Səni bağışlayıram. Səməm, evə gəl qızım. Ama heç neyi unutmuram. Rəna xala bizi bağışlayın. Bizə görə başınıza bu qədər iş gəldi. Qızım, Çınarla olan zəhər də mənə şirindir. Amma mənim üçün zəhər elə zəhərdir. Bilirsən, bu olanlara da artıq dözə bilməyəcəm. Ona görə də qərarımı vermişəm. Gedəcəm. Amma sən çox sağ ol ki, mənə qucaq açdınız. Məni buralarda tək hiss eləməyə qoymadınız. Sağ ol buna görə. Qərar sənindir qızım. Məncə düzgün seçim eləmisən. Ölənlə ölmək olmur. Cavansan. Həyatını yenidən qur qızım. Yox, Rəna xala. Qızım ölən gün
Mən də ölmüşəm. Hə. Bilirsən, təkcə çiçəklər, ağaclar qurumur. Elə insan da quruyur. Mən qurudum. Ən yaxşısı kənara çəkilməkdir. Elə ən düz qərarı vermişəm. Belə yaxşıdır. Hə? Belə yaxşıdır. Neysə. Səni də kövrəltməyim. Rəhna xala, dayıoğluya deyə bilərsən gəlib məni yola salsın. Yaxşı qızım. İndi zəng eləyib xəbər eləyərəm. Yaxşı. Hara qoymuşam telefonumu? Otaqda qalıb. İndi gəlirəm. Ömür, sən nə qədər gizlətməyə, məndən qaçmağa çalışsan da, Çinarın da sənin də gözündən hər şeyi oxuyuram. Bilirəm atanın qatili ol. Yəni, necə deyim sənə? Belə şeylərə göz yummaq üçün ya sən başın xarab olmalıdır həqiqətən, ya da onu çox sevməlisən. Məncə səndə ikincidir. Onu çox sevirsən, bilirəm. Yəqin ki, bir gün o da səni sevəcək. Əgər onunla xoşbəxt olmaq istəyirsənsə, onu bu yoldan çəkindir. Mən istəmirəm. Sən mənim çəkdiklərimi çəkəsən. Sənem, Çınar sənin qızına Xahiş edirəm, lazım deyil. Mənim qızımı Çınar öldürüb. Yanımda ebedi qalabilmərsən. Kim mənə bu barədə nə dedirsə, mənim beynimdəki fikri dəyişə bilməz. Mənim qızımı Çınar öldürüb. Ama sen onu dəyişə bilərsən. Ölümlə girərik kəbinə bir gün. Fələyin mənimlə şərtinə bir bax. Deyir ki, eşqini tez qoy məzara. Allah'ın verdiği dərdinə bir bax. Deyir ki, eşqini sat bir bazara. Mən qara sevdanın dar ağacıyam. Sən elə Yaxşısan. bilsən nar ağacıyam. Mən sənin qəlbini qıraram, çıx get. Sevmərəm mən İnsan evladı üçün gözlərini də fəda eləsən, deyəcəklər ki, onsuz da kör idi. Səni anlamaq istəyən səsindən də anlayar, səssizliyindən də.
Günahlandırmaq anlamaqdan daha asandır. Anlasan, deməli dəyişmək lazımdır. İnsan hər şeyini dəyişə bilər. Amma xarakterini dəyişə bilməz. Mən buyam, bu olaraq da qalacam. Sən müdürün axırına çıxdın. Digərlərin də. Bu işlərdən əl çəkmək lazımdır. Səni xoşbəxt eləyəcək bir iş. Yox Ömər. Bu iş hələ tamamən bitməyib. Qafur, o çoxdan çıxıb gedib. Bəlkə də ölkədən. Bəs getməyibsə əgər? Ağlı varsa çoxdan gedib. Getməyib. Tam tərsi. Daha da yuxarılara zəng vurub indi yalvarıb kömək istəyir. Qafurun işini bitirəndən sonra ondan daha da yuxarıdakılarla başlayacaqsan. Mən sənə dedim axı. Sən məni başa düşmürsən, he? Mən buyam. Mən bu iş üçün varam. Bu mənim həyat tərzimdir, bu dəyişə bilməz. Mənə bax. Mən səni itirmək istəmirəm. İtirməyəcəksən Ömür. Sən əmə də bu sözü demişdin. Mən onun yaşadıklarını yaşamaq istəmirəm. Yaşamaq istəmirsənsə yaşama. Deməli düzgün adamı seçməmisən. Mən buyam, dəyişə bilmərəm. Demək istəyirsən ki, mən də sənəm kimi çıxım gedim? Bilirsən nə var? Sən elə mənim kimi tərs adam görməmsən. Xatırladım ki, axırıncı dəfə mən səni xilas elədim, sən məni yox. Buna görə də sən harda, mən də orada. Demirsən, Qafurun axırına çıxmaq istəyirsən, mən də varam. Bir olaq, komanda olaq. Ömür, deyəsən, spiritin təsiri ələ getməyib ha sənin? Yox, sadəcə sən ömür boyu odun olmusan, həqiqi sevginin nə olduğunu bilmirsən. İnsan həqiqətən sevəndə, sevdiyi üçün ölümə də gedər. Çox sağ ol gözəl sözlərə görə. Amma sevgi məncə qarşılıqlı olmalıdır da. Mən də səni sevirəm. Qafur silah ver. Yox lan. Həmişə belə işləsəydiniz, müdür sağ idi. Geç. Sağ ol. Uca yaradan sizi heç vaxt bizim başımız üstünə əks eləməsin. Hər zaman sizi... Notebook. Hə, belə konkret. Notebook Çınarda. Mən onun qohumlarını da tanıyıram, harada olduğunu da bilirəm. Birinci istəyim odur ki, Çınarı mənə verəsin. Yox. Yalnız adlar öyrənəndən sonra. Çınarın yanında bir qız var. O hər şeyi bilir. Amma hələ ki, Çınar sağda biz onu götürə bilməyəcəyik. Mənə bax. Şəxsi məsələni işimizə qatma. Yo, demək istəyirəm ki, Çınar ölməsə, biz o qızı götürə bilməyəcəyik. Siyanı alırıq, sonra hamısını öldür. Məndən xəbər gözlə. Get. Baş üstə.
Silahımı görüm. Siz kiminle dans ettiğinizin farkında değilsiniz ya. Siyahı, siyahı. Elə hamı deyir siyahı. Müdür deyə getdi. Bu da deyir siyahı. Axırda o siyahını tapıb özüm cəmaatı şantaj edəcəm. Aa. Sağ ol Qafur. Məntiqli, məntiqli. Nuş olsun oğlum. Sağ ol. Sabahınız xeyir. Sabahın xeyir kızım. Əyləş, əyləş kızım. Gedim yemeğinizi de getirim. Mən niyə oyatmamısan? Anamın gəlini olmaq istəyən sən idin də. Səhər hamıdan tez yuxudan durub sən gətirməliydin də, arvad yox. Rəna xala gözləyin sizə kömək eləyim. Gel bacı salam. Sağ olun, sağ olun. Vay, mənsiz yemək, mənsiz yemək. Neyin adı, nə sənin? Apardım sürttüm. Zalim kız imkan verir ki. Dedi sakla buradan sonra özüm gedeceğim. İmkan vermedi. Sən neynə? Sürttüm, narahat olma, yola saldım. Ne soğuk dedi? Yo, nuş olsun. Sağ ol. Ay, sağ ol, ey gəlin bacı, qurban olum. Çınar üçün Plan nedir? Plan heç nədə mən tək gedirəm. Yok, hiç. elə şey yoxdur. Bizsiz heç yerə gedə bilmərsən. Düz deyir. Yadına salım, axırıncı dəfə səni necə xilas elədiyimi. Hələ mən demişsən. Ben olmasaydım ikiniz de ölmüştünüz indi. Ona göre ben de gedirəm. Bildin? Uşaqlar ölmək istəyir. Ay Çınar, arzularını ürəklərində qoyma. Güzel stimul verdim bibi, sağ ol. Dolama məni. İt oğlu, ata söz vermişəm ki, səndən müğayət olum. Sən də ölsən ona nə cavab verərəm? Narahat olma bibi, mən ölsəm gedib orada atama deyəcəm ki, bibimlə işin yox. Az danış, yeməyini ye. Sən də qızım. Özünə ağır apar. Ağır otur, Batman gəl. Leyla olub Məcnun çölünə düşmə. Dostluq, sevgi, doğmalıq o demək deyil ki, ölümə gedənin dalıca sən də gedəsən. Dostluq, doğmalıq o deməkdir ki, ölümə gedəni yolundan döndərə biləsən. Bibi, sən kitab yaz. Heç kim almasa da özüm alacağım. Hadi sən demədim dolama məni. Dolayacağım. Bak oğluna deyirik dön, dönmür. Biz de ona göre de dostluğumuzun, sevgimizin dalıca ölüme de gedirik. Yaxşı, yeməyini ye. Heç olmasa acından ölməyin. Göstərdiyiniz bu etimadınızı inşallah bizdə. Alo. Dediyim hazırdır. Bəli. Onu göndərirsiniz, mən dediyim ünvana. Yaxşı. Çınar onu görüb vəhşiləşəcək. Ona görə ayıq olun. O siyahı mütləq bizdə olmalıdır. Bayan bir eləsə Çınarı öldürün. Onsuz da siyahını qız da bilir. Oldu. Get. Az qalıb Qafur, az qalıb. Sənin də öz muzlu qatildən olacaq. Sifarişləri özün götürüb, özün də yiyəsən. Bir daha Çınarın məsələsi həll olunsa, maniyə bir dənə Çınar deyirlər. O da düzələr inşallah. Ay.
Geldi, geldi. Aynen. Kaç beni. Dayı oğul, niyə mən səni hərəkət edirsən? Nə bilim fürsət idi. Əlimdən qaçırdım. Can sağ olsun. Əsas ol sağsan. Gəl ömrün yanına. Çınar da elə bil it kimi iyi bilir ha. Hardan geldi çıktı. Ne fikir verdin? Uçur delər. Peşekardım ona göre. Sizden de göreyim ne varsa. Hadi düzenli sür. Nə oldu? Nə oldu? Dayaqlı sağ olsun. Otur. Yenə qaçdı getdi. Bağışlayın sizi narahat eləyirəm ama sizə dedim akışınları aradan götürmək lazımdır. Siz nə məsləhət görürsünüz elə də olsun. Bəli, bəli tanıyıram. Baş üstə göstərərəm. Səni bu müdüründən bezdirib amələ başla. Dayıqlara getdi bəs. Gəlir indi. Nə oldu? Tuta bilmədik. Qaçdı getdi. Dayı oğlu bəs? Gəlir indi. Dayı oğlu. Eşitirsən qayıt gəl. Getmə ora. Deyirəm ki, qayıt gəl. Cəld ol. Nə olub sənə? Nəsə ürəyim sıxılır, elə bilirəm. Elə bilirəm pis nəsə olacaq. Bu qədər tez gəldi. Əmi? Ömür, Qayıtmısan? ha qayıtmışam. Atanı torpağa tapşırdım. Amma sən orada yox idin. Əmi. Bilmədiyin çox şey olub. Yaxşı. Gedək. O bilmədiyim şeyləri mənə danışarsın. Gələ bilmərəm. Təhlükədəyəm. Səni məndən yaxşı qoruyan olmayacaq. Gedək. Tanış ol. Çınardır. Hə? Hə. Məni qoruyan o olub. Səni məndən başqa qoruyan olmayacaq. Bir dəqiqə. Siz Ömürün burada olduğunu hardan bildiniz? Mən hər şeyi bilirəm. Sənin haqqında da hər şeyi. Əzizlərin,
doğmaların hakkında her şeyi. Sen əmimi axırıncı dəfə açan görmüsən? Atam ölməmişdən bir ay əvvəl olar. Bir ay əvvəl. Əmin nə işlə məşğuldur? Biznesmen. Biznesmen ola bilməz. Biznesmen sənin burada olduğu bilə bilməzdi. Onda mən elə bilirdim də. Çay içirsiniz? Nə olub? Əmim gəlmişdi. Əmin? Çınarın beynini qarışdırdı, getdi. Nə dedi ki? Başa düşmədik. Sirli danışdı, getdi. Yəqin dayın oğludur. Ömür, buradan getmək lazımdır. Əgər əmmə görə deyirsənsə, o təhlükəli adam deyil. Sadəcə qardaşını itirib deyə Ömür, o bizim yerimizi bildi. Dedi, sənin haqqında hər şeyi bilirim. Buradan getmək lazımdır. Qapının ağzına qoymuşdular. Yaman ağırdı. Çəkilin biraz kənara. Hı?